Vidadi Məmmədov, Vağzaldan hekayə. Mən vağzalları xoşlayıram. Ancaq gür olanda yox. Basabas, qarışıq vağzal bazara oxşayır. Ayrılıq əhval-ruhiyyəsini, sifətlərdəki zərif təbəssümü tələsiklik, qaçaqaç çaşqınlıq örtür. Adam az olanda gecə qatarlarında vəziyyət dəyişir. Onda vağzal da, kiminsə ayrılığı da, kəsik-kəsik eşidilən səslər də, paravoz fitləri də bir nəğmənin misrasına bənzəyir. Mən getdim, siz sağlıqla qalarsınız. Mən gözləmə salonuna girəndə gecə saat 1-in yarısı idi. Qatarın gəlməyinə hələ 20 dəqiqə vardı. Adam az idi. Mənimlə qarşı-qarşıya bir oğlanla bir qız oturmuşdu. Oğlanın üzündə kölgəli kədər vardı. Görünür, qızı yola salacağına, ondan ayrılacağına təəssüf edirdi. Yanında qoca kəndli əyləşmişdi. Biraz aralıda oturacaqlarda 3 əskər uzanmışdı. Başında qısa günlüklü qırmızı şapka olan bığlı növbətçi gəlib onları durğuzdu. Burada uzanmaq olmaz. Əskərlər cəld qalxdılar. Vağzalın qanun qaydalarını yaxşı bildiyinə görə üzündə məmnun bir ifadə olan növbətçi dedi. Əşgərə kəmini başa salasan. Bir dəfəlik bilin ki, gözləmə salonunda uzanmaq olmaz. Salona səs-küylə 5-6 gənc girdi. Deyəsən bir balaca vurmuşdular. Birinin əlində spidola vardı. Yanında oturan kişi əyilib, əli ilə tutduğu heybəyə baxdı. Qarşıda oturan qız oğlana şirin-şirin Bakıdan danışırdı. Barmağında nişan üzüyü vardı. Görünür, oğlanın nişanlısı idi. Qız şəhər dəbində geyinmişdi. Gözlərini yanına qara sürmə ilə nazik xət çəkmişdi. Əlinin hərəkəti, danışıq tərzi oğlanın görünüşünə tamam yad idi. Oğlana baxanda birdən-birə haradansa ağlıma gəldi ki, o heç zaman təkliyə çəkilib özü haqqında bir neçə saat düşünməyib. Əgər belə olsaydı, qızla yadlığını hiss edərdi. Qız Bakıya qayıtdığı üçün sevinirdi. Sevinirdi, azaddır, uçurdu. Mən elə gəldi ki, o qızın gözəlliyi də, zəifliyi də, şirin səsi də, məhəbbət də bu oğlan üçün deyil. Qız onu ikinci bir adama aparır. Kiçik şəhərdə yaşayan bu oğlana isə yalnız qayğılar qalır. Yəqin ki, əlində gül dəstəsi tutmuş ikinci oğlan narahatlıqla qızı Bakıda gözləyir. Qız Bakıya çatanda vaqonun pillələrini bir-bir düşəcək, özünü birdən o oğlanın qucağına atacaq. Günlər beləcə davam edəcək. Qız məktəbi bitirəcək, ikinci oğlandan da soyuyacaq. Özü də yorulacaq, məhəbbəti də, ehtirası da. Sonra nişanlısının yanına qayıdacaq. Hamıya da elə gələcək ki, onu şəhər, yuxusuz gecələr oxumaq yorub. Sakit, məhəbbətsiz, vərdişkar bir həyat başlayacaq. Mən elə gəldi ki, bu qızın həyatı əslindən uzaq tərcümələrə bənzəyəcək. Birdən spidoladan iniltiyə bənzər musiqi eşidildi. Gənclər aycan deyə çağırırdılar. Mən yalvarışa, ağlamağa bənzər musiqiləri xoşlamıram. Bu inilti gənclərin hansı duyğularını, hansı xatirələrini oyatdı ki, onlar bu kökə düşdülər. Mən bir anlıq ürəyimi onlarla dəyişmək istədim. Heç olmasa bir anlıq onlarda yaşaya bilərəmmi? Birdən mən elə gəldi ki, atasını itirmiş bir körpə ilə ürəyimi dəyişmişim. Mən o zaman keçmişimi yaşayaram. Ürəyimsə ona indimdən deyər. Qəmlərini, kədərlərini papiros tək çəkib qurtarma quzum. Bir vaxt sevinç içində itəndə onlar sənə gərək olacaq. Sonra ürəyimi üz gözündən fərəh tökülən bir xoşbəxtlə dəyişirəm. Görüm necə olur daimi xoşbəxtlik. Onunla da çox yaşaya bilmirəm. Təsəvvürdən salona qayıtdım, daha burada oturmaq istəmədim. Qızın sevincini, oğlanın kədərini, gənclərin hayküyünü qoyub çıxa bilərdim. Ancaq kəndli kişini sadəlöv qorxusunu yox etmək istəmədim. Ay dayı, bu heybədən niyə qorxursan? Salonda çox adam da yoxdur. Əlini heybədən çək. Onu kim aparacaq ki? Söz deyəsən kişiyə təsir etmişdi. Hə bala, vallah düz deyirsən. Elə adət eləmişik. Eşiyə çıxdım, perronun yarı işıqlı bir yerində dayandım. Ətrafda evlər görünürdü. Bəzisinin işığı hələ də yanırdı. Paravozların buxarından yaranmış dumanlı bir hava idi. Belə azca da çiçəkli havada adamın bugün, sabah haqqında qarışıq düşüncələri, xatirələr olur. Yaxında cürbəcür əşyalar satılan balaca köşk vardı. Satıcı kök qadın yuxulu gözləri ilə uzağa qaranlığa baxırdı. Elə bil ki, bu qaranlıqdan kimsə çıxıb düz qadının yanına gələcək. Onlar köşkü bağlayacaqlar. Satıcının yorğunluğu da keçəcək, onlar deyəcülə gedəcəklər. Bir qədər aralıda restoranın son tərəfində 5-6 it toplaşmışdı. Onlardan biri aralanıb tənbəl-tənbəl mən tərəfə gəlirdi. Bir qədər gələndən sonra dayanıb döndü,
Küt-küt itlər toplaşan tərəfə baxdı. Gəlib yanımda durdu. Yazıq-yazıq üzümə baxdı. Gözlərində zəif işıq vardı. Mən elə gəldi ki, bu it zəif işıqla 1 metr, 5 metr, 10 metr gedər, sonra yıxılar və bu işıq sönər. İtin gözləri yadıma çoxdan unutduğum sözləri saldı. Vəfalı. 12 qəpiklik kotlet alıb onu atdım. O göydə qapmadı, üstünə atılmadı. Yavaş-yavaş yedi. Müharibənin sonrakı illərini xatırladım. O zaman çörək mağazalarında işləyənləri dünyanın ən xoşbəxt insanı hesab edirdim. İkinci, üçüncü kotleti də alıb atdım. İtin gözlərində işıq artırdı. O hər kotleti yeməzdən qabaq mənə baxırdı. O həyasız vağzal, restoran itlərini bənzəmirdi. Həmişə evdən çıxanda anam deyir, bala sənə qurban olum, ağlı başında olsun. Bir özün fikirləş, axı bizim kimimiz var? O kövrəlir, mən onu ovduram. Niyə elə deyirsən ay ana? Sən varsan deməli mənim hər şeyim var. Əmim də, dayım da, qohumlarım da. Sonra evimizdən çıxıb Bakıya gəlirəm, o söz də mənimlə bircə gəlir. Özü də məndən bir neçə metr aralı. Nə qədər istəyirəm o sözü içimdən eşidəyəm, bacarmıram. Elə bil daima məni izləyir. Şəhəri, küçələri, auditoriyaları mənimlə bircə dolaşır. Mən onu özümdən yox, bir neçə metr aralıda anamın səsi ilə eşidirəm. O pıçıltı ilə deyir, bala sənə qurban olum, ağlın başında olsun. Bir özün fikirləş, axı bizim kimimiz var? Anamın adını eşidəndə o əvvəlcə bu vəziyyətlə gözümün qabağına gəlir. Bu anamın qəlbimdə yaşayan birinci surətidir. Hardansa gələn yük qatarının səsi məni düşüncədən ayırdı. Qatar dayanmadan gəldiyi sürətlə də keçib getdi. Belə yük qatarları heç kəsin qarşılamadığı, heç kəsin ötürmədiyi adamlara şəhərin ucqar yerində qonaq tanışı gedib gəlməyən evlərə bənzəyir. İt kotleti yeyirdi. Birdən fikirləşdim ki, indi bu iti doğulduğu məhəlləyə, sürüsünü qoruduğu çobana aparsam, tanıyarmı? Mən o iti özümlə götürmüşəm. Pay-piyada dağları, həyətləri, örüş yerlərini gəzirəm. Qarşıma çıxan damlara, çobanlara iti göstərirəm. Bu it sizin it deyil ki. Nəhayət lap yorulub əldən düşəndə, hansısa uzaq dağların birində bir çoban iti görən kimi qucaqlayır. Bunu hardan gətirirsən, qardaş? Heç bir söz demirəm. İti orada qoyub qayıdıram. Gözdən itənə qədər itin və çobanın arxamca baxdığımı hiss edirəm. Mən kənddə doğulmuşam, sonra evimizi satıb bu şəhərə köçmüşük. Mənim uşaqlıq xatirələrim, evimiz, ilk həyətimiz deyilənə görə vaxtı ilə mənim beşiyim, asılan iri tut ağacı birdən elə yadıma düşür ki, dərhal qatara bilet alıb o ata yurduna qayıtmaq. Heç olmasa bir neçə dəqiqəliyə tamaşa etmək istəyirəm. Anam da ara bir deyir, qadan alım, məktəbi qurtar qayıdaq doğma yurdumuza, ev tikdirib orada yaşayaq. Kəndə köçüb köçməyəcəyimizi deyə bilmərəm, ancaq bilirəm ki, hansı günlərin birindəsə doğulduğum evin qapısını döyürəm. Evin yiyəsi çıxır, onun səsindən, hərəkətindən hiss edirəm ki, eşşək gəlməzdən əvvəl elektrik sayğacına keçirdiyi lenti çıxarıb. Sənə kim lazımdır? Həyətə baxmaq istəyirəm. Bir neçə dəqiqəliyinə. Olarmı? Buyurun. Mən həyəti addım-addım dolaşdıqca sapandla təpəsindən alma saldığım ağaca, xoşladığım bedana tuta, anamın barından mürəbbə pişirdiyi gilənarlara baxdıqca ev yiyəsi arxamca gəzir. Bağa, ağaclara, evə diqqətlə baxdığımı görüb öz-özünə danışır. Ona elə gəlir ki, şəhər sovetindən gəlmişim. Ancaq hiss edirəm ki, bir hərəkətim onun üçün qəribə göründü. Nə üçün üzümü bağınızın içindən keçən balaca arxda yudum və həyətdən çıxanda kənara baxıb ona çox sağ olun, xoşbəxt olasınız dedim. Mən 5-ci sinifdə oxuyanda bir dəfə anam iri şalının olmamasından gileylənirdi. Qohumlarımızdan biri dedi ki, alaram. Anam etiraz etdi. Yox, sağ ol, lazım deyil. O mənə baxdı. Oğlum böyüyüb alacaq. Düz 10 il keçir. Mən o şalı həmişə xatırlayıram. Hər xatırlayanda yay olsa belə mənə elə gəlir ki, anam üşüyür. Bir şal nədir ki, alaram. Ancaq mən tələbə təqaüdümdən və anamı verdiyi puldan almaq istəmirəm. Özü də bir dənə yox, 5 dənə, 10 dənə alacağam. Deyəcəyəm, alayana, vaxt olub birini tapmamısan. Mən qapımızı açıram. Bacımın uşaqları məni görən kimi üstümə yürürlər. Daim gəldi. Uşaqları öpüb kənara qoyduqdan sonra anamın yanına gedib onu qucaqlayıram. Sənə qurban olum ay ana, al bu şalları. 9'unu kimə istəyirsənsə ver, birini isə özün ört. Sonra da Bakıya qayıdıram. İndi ikinci dəfə evimizə gedirəm. Artıq yaşlaşmışam. Qoltuğumda bircə şal var. Əvvəlki kövrəklik yox olub.
Onun yerində quru bir təmkin qalıb. Yenə o şal, yenə evimiz. Sevinclə, səs-küylə qapımızı açıram. Bacımın uşaqları üstümə yüyürmür. Bacımın əvəzinə evimizə toplaşmış qonşuları görürəm. Saçları dağılmış bacım hönkürtü ilə boynumu qucaqlayır. Mən səssizcə çölə çıxıram. Şalları kibritlə yandırıram. Onlardan kül qalır. Necə ki, mənim arzumdan ürəyimdə kül qalıb. O külləri anamın getdiyi küçələrə, yollara səpirəm və mahnını təhrif edib oxuyuram. Küçələrə kül səpmişəm. Qatar uzun bir fit verib dayandı. Elə bil ki, mən hissə-hissə olub örüş yerlərində, həyətlərdə, ata yurdumuzda və evimizdəyəm. Qatarın gür səsi onları haraylayıb özümə qaytardı. Xeyli yüngülləşdim. Vaqona yaxınlaşdım. Bələdçinin hara gedirsiniz sualına Bakıya gedirəm. Bakıya deyə cavab verib kupenin qapısını açdım. Düşündüm ki, indi gecədir. Səhər açılacaq və mən bu kupenin qapısı kimi səhərin də qapısını açacağam. Uzun bir yol gedəcəyəm.